Kəndə gələndə ilk öncə şəhidlərimizi yad eləmək lazımdır. Allah cəmi Qarabağ uğrunda ölən şəhidlərimizə Allah rəhmət eləsin. Gəlmişəm bir kəndə, sağdan da bilmirəm, amma gözəl yerdir, mənzərəli yerdir. Ona görə deyirlər, gəzməyə, qərib ölkə, yaşamağa, ölməyə öz vətəni, insanın öz vətəni. Dağ, dərə, demək olar taş düşdüm, elə dağın üstündəyəm. Hara baxıram mənzərə, dağın ətəyini bulud alır, gecə duman olur, onun öz ləzzəti başqa. Yəni insan yaşad olduqca kənd havası, kənddə yaşamaq istəyir. Şəhər yerində nə var? Şəhər yerində heç səhər yat, dur, işə ged, işdən evə ged. Amma kənd yerinə gəlirsən, toyuq cüzə, inəkdən, zatdan saxlayırsan, südün sağırsan, hamısı xeyirdir insana. Amma zamanlar, gənclər, hələ bir cür öz həyatın yazıb yaşayırlar. Allah cəmi yaxşı insanlara can sağlıq, uzun ömür versin. Amma mən bir gənc olaraq gəlmişəm həm işləməyə, həm havamı dəyişirəm, həm necə deyim, burada gəzə-gəzə sizlərə danışıram hər şeyi. Ümumiyyətlə Azərbaycanın hər yeri gözəldir, hər yeri. Bu kəndi olsun, Qarabağ zonası olsun. Yəni demək, orada özünüz də görürsünüz də, yəni yollar uzundur, uzağı da yoxdur. Burada da nə deyim, həm havası təmiz, insanları gözəl. Mən burada bu videonu çəkməklə yəni məqsədim gənclərimizə həm örnek olurum, motivasiyon olaraq. Yəni deyirəm ki, vərdişlərdən uzaq olun, sənəti olan sənətini irəli getsin, arzusu olan xəyalının dalıyca qaçsın. Yəni demək odur ki, hələ bizlər üçün, sizlər üçün heç nə gec deyil. Hamımız yaşayırıq. Əbədi bir dənə dünya qalır. Biz insan olaraq əbədi deyilik. Yəni mən bu gəldiyim yerləri danışa-danışa, çəkə-çəkə gəlirəm. İnşallah davamı da gələcək.